Azərbaycanda coğrafiya elminin inkişafı. Azərbaycan füsunkar təbiəti, zəngin təbii ehtiyatları ilə həmişə diqqəti cəlb etmişdir ki, bu ehtiyatlar uzun illər ərzində coğrafiyaçı alimlər tərəfindən öyrənilmiş, onlardan istifadə edilməsi yolları müəyyən edilmişdir. Vaxt keçdikcə ölkənin təbii şəraiti və sərvətlərinin öyrənilməsi davam edir, onların istifadəsi genişlənir. Coğrafiya elminin inkişafına Azərbaycanlı səyyah və alimlər də öz töhfələrini vermişlər ki, dahi şairimiz Nizami Gəncəvinin poemalarında təbiət hadisələrinə, dünya xalqlarının təsərrüfatına və mədəniyyətinə aid məlumatlar verilmişdir. İskəndərnamə poemasında yerin əmələ gəlməsi, onun forması, hərəkəti və başqa xüsusiyyətlərinə dair də məlumatlar vardır. 1139-cu ildə baş vermiş dəhşətli Gəncə zəlzələsi haqqında da məlumat onun əsərlərindən alınmışdır. Nəsrəddin Tusi 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmış, yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir. Bakuvi 14-cü 15-ci əsrlərdə yaşamışdır və onun yazdığı yeganə kitabı Abidələrin xülasəsi qüdrətli hökmdarın möcüzələri Parisdə Milli Kitabxanada saxlanılır və Bakını küləklə şəhər adlandırmışdır. Yer kürəsini 7 iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr və digər coğrafi obyektlər barədə də məlumatlar vermişdir ki, bu bölgüdə Azərbaycan 4-cü və 5-ci iqlimə daxil edilmişdir. Azərbaycanın ən böyük səyyahı Hacı Zeynalabdin Şirvani ömrünün 40 ilini səyahətə keçirmişdir. O, Kanar adalarında, Şimali Afrikada, Ərəbistanda, Mərkəzi, Cənubi və Cənubi Şərqi Asiyada, o cümlədən Misir, İran, Şri-Lanka və İndoneziyada, Hindistanda olmuşdur. Abbasqulu Bakıxanov bir sıra ölkələrə, Qafqaz, Avropa, Ərəb ölkələrinə səyahət edib, bu ölkələrin geniş coğrafi təsvirini vermişdir ki, o Gülüstan İram əsərində Azərbaycan və Dağıstanın coğrafi obyektlərinin geniş təsvirini vermişdir. Bəzi coğrafi adlarının mənşəyini aydınlaşdırmışdır. Kəşkül Qərab əsərini Amerika qitəsinin kəşf olunmasına, Kainatın sirləri əsərini isə kainatın heliosentrik sisteminə həsr etmişdir. Azərbaycanda görkəmli təbiətşünas alim Həsən bəy Zərdabi nəşr etdirdiyi Əkinçi qəzetində torpaqların becərilməsi, şoranlaşma, eroziyaya qarşı mübarizə, meşələrimizin məhv edilməsinin qarşısının alınması haqqında fikirlərə yer vermişdir. Azərbaycanda coğrafiya elminin inkişafına dair Məhəmməd Baharlının da çox böyük rolu olmuşdur ki, 1921-ci ildə məşhur Azərbaycan kitabını nəşr etdirsə də, uzun illər ərzində istifadə edilməsi yasaq olmuşdur. Azərbaycanın görkəmli coğrafiyaçısı Qafur Rəşad Mirzəzadə Azərbaycan dilində ilk coğrafiya dərsliklərinin, Qafqaz coğrafiyası və ümumi coğrafiya terminlərinin, lüğəti əsərlərinin müəllifi, Azərbaycanda coğrafiyanın tədrisi metodikasının banisi olmuşdur. Azərbaycanın relyefi Budaq Budaqov və Müseyib Müseyibov tərəfindən öyrənilmişdir. Azərbaycanın iqlimi Ənvər Şıxlinski və Əli-Abbas Mədədzadə tərəfindən öyrənilmişdir. Azərbaycanın çayları Salih Rüstəmov tərəfindən öyrənilmişdir. Xəzər dənizini uzun müddət Qasım Gül tədqiq etmişdir. Azərbaycanın torpaq örtüyü Həsən Əliyev, Məmməd Salayev öyrənmişdir. Və Azərbaycanın iqtisadi coğrafiyasını Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Aysəf Nadirov tədqiq etmişdir.